Ya Allah'ın adı. Yoska bala Gəncəli. Can, Allah kişinin oğlu öpürəm sən, nətarsan? Gözəl bir gündəyik də. Bu günləri çərşənbə günüdür. Gözəl bir gündür. Hamımızın çərşənbəmizi, bütün müsəlman dünyasının çərşənbəsini Elibala Məktəbi adından təbrik edirəm. Bizim də gözəl töhfəmiz Yoska bala Abdullah kişinin oğlu ev tapşırığı. Buyur. Elibala Məktəbi Gəncə budur, nağaranı belə salırlar, 14 yaşında. Varsa çıxsın görək. Allah eləsin, bol olsun, lap çox olsun. Amma bugünkü gün Elibala Məktəbində var. Yoska bala, qadan alaram səni, öpürəm səni, çox sağ ol. Gözəl ifadə, əla. Yəni, həmişə nətər olur, ev tapşırığı evdə hazırlanır da. Siz burada hazırlayırsınız. Yəni, görsədirəm, ifa olunur. Elibala Məktəbinin də elə gözəlliyi bax bundadır. Eldəniz müəllimi yaşayış yeri, Gəncə şəhəri iş yerimizdə Əmiyolçular Mədəniyyət Sarayının qapısı xalqın balalarının üzünə açıqdır. Biz hazırıq qəbul eləyək. Nəyi biliriksə də? Qəşətdən, ləkədədin bada, dəxkədədin bada. Sağ ol Yoska bala, gözəl ifadə, əla.